Vampir sözü ilə Türkçə türkçəsindəki obur sözü əslində bir mənşədən gəlir. İkisi də türkçə kəlmədir. Obur sözü hop beləyib udan deməkdir. Bu gün də bizim dilimizdə var. Hop burada da raq yeyən, hop beləyib udan. Yəni hop beləyib uddu div uşağı tərzində şeylər bizim mifologiyamızda da var. Yəni hop eləmək. Həmçinin hop eləmək, op eləmək qədim türk dilində yalayıb udan deməkdir ki, bu da mifologiyaya təsir eləyib və məzardan qalxan ölmüş bir adam keçən adamı hop beləyib udur. Bu əslində vampirin özüdür. Yəni bu mif həmin türklərin vasitəsilə Slavyanlara keçib, Slavyanlar da ona vampir deyiblər. Çünki türklər ona opur, ompur deyib ki, o sonra vampir sözünə çevrilib və bütün Avropaya yayılıb. Xüsusilə də Slavyanlar vasitəsilə Germanlara yayılıb, oradan da bütün Avropaya həmin ki bu mifologiya keçib. Azərbaycan mifologiyasındakı vampirin yeri əslində Xortdandır. Xortdan da eyni şey eləyir. Günəşdən qorxur, gecə məzarından çıxır və oradan keçən adamları hop beləyib udur. Yəni qədim bir türk sözü olan hop eləmək, udmaq, yəni obur sözü bugünkü Türkiyə türkçəsində kök adamlara deyilir. Çünki yalayıb udur, hər şey yeyən adama deyilir. Vampir formasında isə bütün dünyada qan içən bir vəhşi varlıq kimi yaddaşlarda qalır. Əgər bu tərz videolar xoşunuza gəlirsə, fikrinizi mütləq bildirin ki, mən də baxım, yeni şeylər öyrənim həm sizdən, həm də fikirlərinizi anlayın. Arada bir bəyənə də bilərsiniz. Bir də mümkün olarsa əgər səhifəmi də izləyin.